bax adını yazıb Diyez 3. Yəni Diyez 3-dürsə, adını çəkə bilmirsən, mən böyük məmnuniyyətlə ona gerizəkalı deyə bilərəm. İndi deyəcəm niyə? Deyir ki, SSR dağılan vaxtlarda Türkiyə bizə yaxın durmadı, bizim cəmaatı Rusiya qəbul elədi və o çətin vaxtlar 100 minlərlə Azərbaycanlı Rusiya bazarlarında çalışıb Azərbaycanda ailəsini dolandırdı, bunu unutma. İnsan nə gerizəkalı olar ki, deyir ki, Rusiya bizə sahib çıxdı. Rusiya bizi işğal edib. Rusiya bizim ölkəmizdə bizim öz milli sərvətlərimizdən istifadə edib, özümüzdə normal ölkə qurmağımıza imkan verməyib, burada insanlarımızın normal yaşamasına imkan verməyib və məcburiyyət qarşısında başqa alternativimiz olmadığı üçün biz getmişik Rusiyada. Sanki Azərbaycanlıları Rusiyada aparıb, akademiyada filan da işlədib bu Rusiya. Başımızı sığallayıb, ayağımızın altına bir xalça sərib. Rusiyadan Azərbaycanın neçə oğlu 200 nömrəli yük kimi qayıdıb. Nə qədər bizim sosial bəlamızın mərkəzinə çevrildi Azərbaycandan ki, bu əməkçi miqrantlar. Niyə getmişdi o insanlarımız? 1 milyon içimizdə qaçqın var idi. Ərazimizin 20%-ni işğal elədi, hakimiyyətimizi devirdi, nəfəsimizi kəsməyə can atdı. Hər vəclə iqtisadi sistemimizi çöktürdü, siyasi hakimiyyətimizi çöktü. Və bu adam, bu geri zəkalı, bax bu kütlə ki, əməlli başlı idarə olunurlar həmin bu Ramiz Mehdiyev və 5-ci kolon tərəfindən. Bunlar indi çıxıb görün nə deyirlər? Türkiyə deyir, yiyə durmadı, Rusiya yiyə durdu. Düşünəbilirsiniz, Əli bəy, bu insanları əməlli bu mətnlər yazılır, bu fikirlər tezis formatında gedir. Onu silin, təzdən bir də yazacaq, silin, bir də yazacaq. Və bu format ciddi şəkildə maliyyələşdirilir. Kənardakı o söyüş müxalifəti də eyni xəttdən maliyyələşir. Bunlar da eyni xəttdən maliyyələşir. Kim bizə gəlib, bax, Əli bəy Şahibə, kim bizə qarantiya verə bilər ki, bu maliyyəni, bax, bugün parlamentdə oturan, özünü belə qalstuklu deputat hesab edən bir dənə şəxs etmir. Bu maliyyəni o ayırmır. Bunu istintaq müəyyən eləməlidir. Bu şəxslər, necə ola bilər ki, bax, biz Azərbaycan mediası hələ müstəqil media yaranmamışdan, yəni, Azərbaycan Respublikası SSR-nin hələ tərkibində idi, Azərbaycan SSR idi. Mən mediada işləyirdim. Mən parlament müxbiri idim, Azərbaycan hələ müstəqillik aktını qəbul etməmişdi. İndi bu informasiyalar bizə çatır, bütün həyatımda mediada keçib. Kifayət qədər də ciddi kanallarım var, kifayət qədər də ciddi informasiya almaq imkanlarım var. Kifayət qədər də yanımda, ətrafımda, çevrəmdə təhlil qabiliyyəti olan insanlar var ki, onların özlərinin də çox ciddi qaynaqlar var. Bu informasiyalar bizə çatmır. Prezidentin masasının üstündən 5 dəqiqə sonra hansı bir sənəd peyda olur kənardakı mediada. Əcəba necə? Necə? Hansı formada? Kimin vasitəsilə? Və o vəsaitlər ki, orada həmin o medianın saxlanmasına, buradan necə gedir? Hansı yollarla ötürülür? Əli bəy, o qədər böyük bir çetədən söhbət gedir, o qədər ciddi bir şəbəkədən söhbət gedir, amma əmin olun ki, bunların başını kəsmək, bunları yox eləmək o qədər də çətin bir şey deyil. Tək ki, hakimiyyətin yönləndiyi, istinad elədiyi güc, o milli güc olsun, xalqın gücü olsun. Bugün Azərbaycanda təəssüf ki, xalq faktoru idarə etmədən çıxır. Bax, mən özüm onu görürəm. Yəni, xalq üçün heç nə düşünülmür. Büdcəni doldurmaq lazımdır. Necə? Gedək, xalqdan pul yığaq. Onlar oğruyur, vətəndaş ödəməlidir. Bəli, haransa tikib qurmaq lazımdır. Haradasa bir yem yeri var. Neyniyək? Hə, oturaq öz aramızda bölüşdürək. Orada xalq, millət, təbii sərvət, vətəndaşın haqqı, hüququ, bunlar heç biri yoxdur. Amma nə zaman ki, quyruq qapının arasında qalır, quyruq qapının arasında qalan kimi, ay xalq, gəl mənim quyruğumu buradan çıxart. Belə olmaz.